Azərişıq Açıq Səhmdar Cəmiyyəti paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi, eləcə də əsaslı təmir işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidən qurma işləri Naxçıvanı da əhatə edir. Naxçıvan Regional Enerji Təsisatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən rayonlarda bir sıra kənd və qəsəbələrdə 0,4 və 10 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulur. Yeni metal dayaqlar əkilir, özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədi ilə yaşayış məntəqələrində 10,04 kilovoltluq müasir transformator məntəqələri quraşdırılır. Naxçıvan şəhərində 110-35-10 kilovoltluq Koroğlu yarımstansiyasının, Naxçıvan Regional Enerji Təsisatı və Satışı İdarəsinin inzibati binasının, Babək rayonunda 35-10 kilovoltluq Nəzərabad yarımstansiyasının yenidən qurma işlərinə start verilmişdir. Naxçıvan şəhərində abonentlərin yeni smart GPS tipli sayğaclarla əvəz olunması işlərinə başlanılmışdır. Yenidən qurma işləri Sədərək rayonunun Sədərək və Qarağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunuz kəndlərində əhatə edir. Elektrik enerjisinin verilməsi Sədərək rayonunda da yüksək səviyyədə həyata keçirilir. Son dövrlərdə kənddə elektrik dirəklərinin dəyişdirilməsi, elektrik məftillərinin dəyişdirilməsi, elektrik enerjisinin verilməsinin yüksək səviyyə qalxmasına təsir etmişdir. İstər qış olsun, istər yay olsun, elektrik enerjisinin verilişi ilə bağlı heç bir problem yoxdur. Və sevindirici hal bundan ibarətdir ki, xətlər yenilənir, dirəklər yenilənir. İstər yeraltı xətlər vasitəsilə, istər yerüstü xətlər vasitəsilə Naxçıvan şəhər sakinlərinə öz qayğısını, diqqətini əsirgəməyən hörmətli cənab prezidentimiz İlham Əliyevə dərin hörmət və minnətdarlığımızı bildiririk. Qeyd edək ki, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi əsaslı təmir və yenidən qurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.